9-cu sinifin sınaq testlərinin izahına davam edirik. Dostları bizə gələndə kiçik qardaşım nədənsə narahat oldu cümləsi ilə bağlı yanlış fikri müəyyən edin. Əvvəlcə biz bu cümləni təhlil edək və bizə nə lazım idi burada? Yanlış. Buna ciddi fikir veririk. Dostlar bizə gələndə kiçik qardaşım nə etdi? Narahat oldu. Xəbər. Kim narahat oldu? Qardaşım. Necə qardaşım? Hansı qardaşım? Kiçik qardaşım. Təyin. Nə zaman? Dostlar bizə gələndə zəflik. Bu olur zaman zəfliyi. Niyə? Nə üçün? Nədənsə narahat oldu. Niyə narahat oldu? Bu da olur zəflik və səbəb zəfliyi. Cavabları oxuyaq. Cümlədə yer zəfliyi yoxdur. Bəli, təhlillərdə görürük yer zəfliyi yoxdur. Bizə düzgün yox, səhv cavab lazımdır. Ona görə çıxırıq. Feili xəbərli cümlədir. Narahat oldu. Feilin xəbər şəklindədir. Təsriflənən feildir və feili xəbərlidir. Bu da doğru fikirdir. Bir təyindən istifadə olunur. Burada təyin kiçik sözüdür. Bir təyin var. Bu da doğru cavabdır. Mənsubiyə şəkilçili sözlərdən biri mübtədadır. İki mənsubiyə şəkilçili söz var. Dostlar sözündə qardaşım sözündə və bunlardan biri, yəni qardaşım sözü mübtədadır. Bu da doğru fikirdir. Deyə bəndini oxuyaq. Sual əvəzliyi məqsəd zəfliyi rolundadır. Sual əvəzliyi burada nədənsə sözüdür. Nədənsə narahat oldu deyəndə burada məqsəd yox, səbəb vardır. Biz bilirik ki, məqsəd gələcəyə yönəlik olur. Bu artıq keçmişdə olub, narahat oldu. Həm də ki, kiminsə məqsədi narahat olmaq ola bilməz. Ona görə də məntiqlə də burada məqsəd zəfliyi yoxdur. Cavabımız oldu D bəndi.